Salam əziz izləyicilər, mən Gövhər Beydullayeva. Bugün sizlərə sonuncu Avropa çempionatında, yəni 2026-cı il qadınlar arasında Avropa çempionatında oynadığım bir oyunumu təqdim etmək istəyirəm. Mən ağ fiqurlarla oynayıram, rəqibim isə Monteneqrolu şahmatçı Zereptsova Aleksandradır. D4, D5, C4, C6. Rəqib Slavyan müdafiəsi oynadı. At-F3, At-F6, Y3, Y6 və Semislav düzülüşünə getdi. B3, burada təbii ki, bir neçə başqa yollar da mümkündür. At C3 ola bilər və yaxud da fil D3 ola bilər. Amma mən B3 gedişi ilə davam edirəm. At B7, fil B2, B6, fil D3, fil D6, at BD2. Burada adətən əslində atı C3 xanasından inkişaf edirlər, amma o zaman filimin qarşısı kəsilir və fil mərkəzi xanaları nəzarət eləmir və gələcəkdə rəqibin Y5 gedişi ola bilər, hardasa qala vurduqdan sonra Y5 gedişi ola bilər. Ona görə də mən at BD2-dən inkişaf edirəm ki, filimin qarşısı açıq qalsın və rəqibin Y5 gedişi onun istədiyi tərzdə olmasın. Fil B7 gedişin gəlir rəqib, vəzir Y2. Burada təbii ki, qala gedişi də mümkündür. Ən əsas gediş əslində qaladır, qala və bu düzülüşdə ümumiyyətlə ağların məqsədi Y4 gedişini keçirmək olur. Yəni vəzir Y2 məsələn gələ bilərlər, sonra top Y1, top C1 və yaxud da top D1 ola bilər və bu gedişlərdən sonra Y4 gedişini keçirərək mərkəzə nəzarəti gücləndirmək olur. Qaraların məqsədi isə iki məqsədi ola bilər. Qaralar da çalışırlar ki, vəzir Y7, top Y8, top C8 gedişləri ilə mərkəzə nəzarəti gücləndirsinlər və həmçinin onlar gözləyirlər ki, ağlar Y4 gəlsin və Y4 gedişindən sonra alınan vəziyyətdə C5 gedişini gələrək mərkəzə nəzarət etsinlər və yaxud da həmçinin də özləri də Y5 və C5 gedişlərini hazırlayırlar. Yəni ağlar Y4 gəlmədiyi təqdirdə təbii ki, qaralar mərkəzə nəzarət gücləndirmək üçün Y5 və ya C5 gedişlərini gələcək. Yəni oyun mərkəzin üzərində gedir burada. Mən burada qala gedişini gəlmədim vəziyyətdə və vəzir Y2 ilə davam etdim. Yenə də məqsəd eynidir, Y4 gedişini keçirməkdir. Qala və Y4. Mən burada deməli qala qurmamış Y4 gedişini keçirdim. D, at Y4, fil B4. Qala qurmadan Y4 gedişini keçirdikdə təbii ki, qaraların fil B4 kimi imkanlarını nəzərə almaq lazımdır. Hansı ki, artıq şahımızı tərpədirik və qala qura bilmirik. Təbii ki, at D2 gedişi də mümkündür burada. Şahı tərpətməmək yolumuz da var, amma təbii ki, yaxşı deyil. Şah F1. Amma mən bunu bilərək etdim, yəni şahı mərkəzdə saxlayıram və məqsədim odur ki, topum H1 xanasında qalacaq və gələcəkdə şaha hücumda mənə kömək olacaq. Yəni H4 gedişini gələcəm. Rəqib fil Y7 gəlir. Çünki bu debütün də yəni əsas strategiyası odur ki, C5 gedişini keçirməkdir. Rəqibin yəni Y4 gəldikdən sonra dəyişmələrdən sonra qaralar da C5 gedişini keçirdir və mərkəzə zərbə vurmağa çalışır. Filinin qarşısını açır, sonra vəziri inkişaf edib topu gələ bilər və mərkəzi xanalardan oyunlar gedir. Fil Y7 gedişini gəlir və at Y5. Burada mənim strategiyam şaha hücum etməkdir. Şaha hücum etmək, ümumiyyətlə şaha hücum mövzusunda biz nələri nəzərə almalıyıq? Birincisi, təbii ki, ən əsas amil burada mərkəzin nəzarətidir. Şaha hücum ediriksə, mərkəzə nəzarət etməliyik və burada gördüyümüz kimi ağlar daha yaxşı mərkəzə nəzarət edib. Birincisi, ağların mərkəzdə ərazisi var. Yəni D4, C4 piyadaları mərkəzdə ərazi verir və ümumiyyətlə, yəni ağların fiqurları gördüyünüz kimi 4-cü, 5-ci xətlərdədir. Qaraların fiqurları isə 6-cı xətdən irəli getməyiblər. Təkcə piyadalarla deyil də fiqurlarla da biz mərkəzə daha yaxşı nəzarət edirik. Məsələn, atımız F3-də Y5, D4 xanalarını nəzarət edir. Filimiz B2-dən nəzarət edir mərkəzi xanalara. D3 filimiz, vəzirimiz və topumuz da bir gedişə bura gələrək mərkəzdən zərbələr vura bilər və mərkəzə çox güclü nəzarətimiz var. Və buna görə də ağların hücumu daha yaxşı, şah hücumu daha yaxşı alınma ehtimalı böyükdür. Və təbii ki, mərkəzdən başqa fiqurlarımız aktiv və koordinasiyalıdır. Yəni, nədir koordinasiya? Gördüyümüz kimi, fillərimiz hər ikisi də şah cinahına vurur. Vəzirimiz şah cinahına keçə bilər. Atlarımız şah cinahındadır. Bu topumuz
H4 gedişi ilə top H3, top J3 və yaxud da H5, H6 topun qarşısı açıla bilər və digər topumuz da təbii ki, D1 xanasından həm mərkəzə nəzarət edə bilər, həm də şahçılana, hücuma kömək ola bilər. Belə. Ona görə də şaha hücum ağlarda yaxşı alınma ehtimalı yüksəkdir. Və rəqib bizə şaha hücum etdikdə bunun əks oyun necə yarada bilərik? Ən yaxşı əks oyun yaratmaq imkanımız mərkəzdəndir. Hər zaman, yəni belə bir deyim var ki, rəqib şaha hücum etdikdə ən yaxşı əks oyun mərkəzdəndir. Ona görə də rəqibim düzgün olaraq C5 gedişi gəlir və C5 gedişi ilə mərkəzi açmaq istəyir. Mərkəzi açdıqda bizim şahımız da ortada qalıb. Yəni şahımız tam gizlənməyibdir. Mərkəzi açaraq fiqurları dəyişsə, əgər həm şah hücumumuz yox ola bilər, həm də qaralar üstünlük ala bilərlər. Ona görə də çox düzgün olaraq C5 gələrək mərkəzdən zərbə yaradırlar və əks oyun yaratmağa çalışırlar. Və həmçinin filinin də qarşısını açırlar. Top D1. Təbii ki, digər topumuzu unutmuruq. Bu top D xəttində mərkəzə nəzarət eləyir. Həm D xəttində təhlükələr də yarada bilər. Bəzi hücum paternlərində, yəni D7 atına hücum edirlər, hətta qurban verə bilirlər D7 atına. Çünki D7 atı burada müdafiə rolunda oynayır, şaha müdafiə rolunda oynayır. Məsələn, F6 atını qoruyur, F6 atı da H7 piyadasını qoruyur. Və biz də buna hücum etdiyimizə görə D1 topu da dolayısıyla yolla bizə kömək edir. Bəli, və rəqibim H6 gedişin gəldi. Atımı J5-dən qovmaq istəyir və burada ağlar tipik bir hücum gedişini gəldim mən burada. At J5-də olduqda H4. Məqsəd nədir? Topumu, təbii ki, topumuzu da unutmuruq və şaha hücumda iştirak eləməsi üçün H4 gedişini gəlirik. Atımızı qoruyuruq dolayısıyla. Yəni rəqib vura bilmir, təbii ki, vurduqda H-yə vururuq və topumuzun xətti açılır. Çox güclü bir hücum yaranır şaha. Yəni, indi atı qaçarsa, məsəl üçün, artıq tamamilə udulmuş vəziyyətdir qaralarda. Fil H7, şah 8, fil Y4 gələ bilərik. Fiqurumuzu geri ala bilərik və şaha hücum davam edir. Niyə görə? Çünki topumuzun xətti açıldı və bu hücum qarşısı alınmazdır. Artıq top da iştirak edirsə, bu hücumun qarşısını almaq mümkün deyil. Rəqib H4 gedişini təbii ki, vurmadı. Vursaydı, yəni uduzurdu. Rəqib CD gedişin gəlir. Mərkəzdən yenə də zərbə vurmağa çalışır. Fil D4. Və demək olar ki, vəziyyətdə heç nə dəyişməyibdir. Sadəcə mənim topum gəlib D xəttinə və daha yaxşı vəziyyətdədir. Fillərim də həmçinin şah hücumda iştirak edir. Rəqibin H6 gedişi hətta deyərdim ki, biraz zəiflətmiş oldu onun bəzi xanalarını. Məsəl üçün J6, H7 xanaları biraz zəiflədi. J7 piyadası da həmçinin daha çox zəiflədi, mən elə gəlir ki. Belə. Və H4 gedişindən sonra topum da H3-dən, J3-dən şah hücum imkanı var. Rəqib burada top Y8 gedişini seçdi. Əslində ən yaxşı gediş vəzir C7 ola bilərdi. Məsələn, topu D8-ə gətirmək, növbəti gedişdə at C5-ə gəlmək və buradan topları dəyişərək məsələn xətti almağa çalışa bilər və mənim hücumumu azaltmağa çalışa bilər. Vəzir C7 ola bilər və yaxud da vəzir C8, vəzir G8 gedişləri ola bilər hər zaman. Rəqibim isə top Y8 gedişini seçdi və burada mənim taktiki zərbəmi görmədim, yəqin ki. Və yaxud da səhv hesabladı ola bilsin ki. Top Y8 də əslində məntiqli gedişdir. Müdafiə naxışında, belə deyək, paternində top Y8 kimi gedişlər olur ki, F8 xanasını fil üçün və yaxud da at üçün boşaldırlar və bura gələrək şahı müdafiə edə bilirlər. Amma burada ağların çox güclü bir taktiki zərbəsi var. Biz nəyə görə indi düşünə bilərik ki, bu vəziyyətdə taktiki zərbə yetişibdir. Nəyə görə? Çünki fiqurlarımızın hər biri çox aktivdir və fillərimiz, gördüyünüz kimi fillərimiz şahçanı vurur, atımız buradadır. Atımız çox güclüdür, yəni ümumiyyətlə J5-dəki at çox güclüdür. Həm F7-dən, həm G6-dan zərbələr vura bilər, H7-yə hücum edir. F3 atımız Y5-ə gələrək hücuma qoşula bilər. D topumuz buradan zərbə vurur. Digər topumuz H3-dən J3-ə gələ bilər və hücum demək olar ki, yetişibdir. Və bu vəziyyətdə əgər istəyirsinizsə, videonu dayandıraraq ağlarla hansı gedişi oynaya biləcəyinizi seçə bilərsiniz.
Mən burada deməli yeganə uduş gedişini seçdim. Bir çox yollar mümkündür. Yəni bir çox taktiki zərbələr görə bilərsiniz, amma sadəcə bir gediş ağlara böyük üstünlük verir, yəni uduş üstünlüyü verir və bu gediş fil J6 gedişidir. Fil J6 gedişin məqsədi nədir? İlk öncə fil F7-ni vurmaq istəyirəm. Və rəqibin bir neçə yolu var. Birincisi F-J vura bilmir. Çünki vəzir Y6, şah F8 gələndə təbii ki, vəzir F7 mat olur. Şah H8 gəlsə isə at F7-dən sonra vəziri gedir. Və başqa gedişi nə ola bilər? H-Ş ola bilər. Hansı ki, oyunda oynanılıb. Digər vurma gedişidir. Və H-Ş'dən sonra mən fil F7-ni hesabladım. Fil F7 vurdum. Oyunda da belə oldu. Şah F7 vurmalıdır demək olar ki. Və at J5. Ağlar bu kombinasiyanın sonunda 2 fiqur verdilər. Amma təbii ki, hesablama hələ də bitməyib. Şah hücumda ümumiyyətlə hesablama ən önəmli faktorlardan biri düzgün hesablamadır. Dəqiq və düzgün hesablamadır. Çünki hər zaman taktiki zərbələrə və təbii ki, strateji zərbələrə hər zaman diqqət yetirmək lazımdır. Çünki məsələn, burada fil J6 gedişi olmasaydı, oyun uzanardı, davam edərdi və sonda nə olacağı da bilinmirdi. Amma fil J6 gedişini dəqiq və anında, fil J6 kimi gedişləri dəqiq və anında tapmaq üçün təbii ki, hər zaman düzgün hesablamaq və belə gedişləri, at F7, at Y6 kimi gedişləri hər zaman gözdən keçirmək lazımdır. Deməli, fil J6, H, fil F7, şah F7, at Ş5. Və hesablamada gördüm ki, burada qaraların 3 davam yolu ola bilər. Şah F8 ən asandıdır. Məsələn, at Y6, şah J8, at D8-dən sonra rəqibin vəzirini olduram. Digər bir gediş şah J6 gedişidir. Hansı ki, mənim əslində oyun vaxtı ən çətinlik çəkdiyim gediş idi. Hesablanmağa, çünki ağların mən artıq 2 fiqur vermişəm, 2 yüngül fiqur vermişəm və ağların hələ də matını görmürdüm əslində. Necə mat edə biləcəyini görmürdüm. Amma bilirdim ki, şaha təbii ki, az qala mərkəzdədir. Yəni artıq gəlibdi mənim cinahıma doğru. Yəni burada çox ehtimalla mat olacaq. Təbii ki, hesabladım və bu təxmini olaraq matı tapdıqdan sonra təbii ki, bu vəziyyətə getdim. H5 gələ bilərəm. Məsələn, mən H5 gedişini hesablamışdım. Şah J5 və burada da bir neçə əslində çox uduş yolları var. Burada hətta 3 fiqur vermişik. 3 yüngül fiqur ağlar verib, amma rəqibin şahını pis vəziyyətə gətirmişik, irəli gətirmişik və təbii ki, belə vəziyyətlərdə şahın mat olmaması mümkün deyil, demək olar ki. Burada məsələn vəzir D3 gedişi var. J6-dan şah deyib mat eləmək istəyirik. Şah F4, top H4. Yəni bütün fiqurlarımızla koordinasiyalı şəkildə şaha hücum edirik. Və yaxud da vəzir Y3 gedişi ola bilər. Şah F5, top H4 və yenidən mat təhlükəsi yaradırıq. Digər bir yol isə at J5-ə şah J8 gedişidir. Hansı ki, rəqib oyun vaxtı gəlibdir şah J8-i. Vəzir Y6, şah H8 məcburdur. Çünki şah F8-ə yenə vəzir F7 mat olur. Şah H8, at F7, şah H7, at D8, top A8 gedişindən sonra deməli, bu vəziyyətdə vəzir 3 yüngül fiqura qarşıdır. Yəni, bu vəzir 3 yüngül fiqura qarşı. Təbii ki, piyadalarım da var. J2, F2, C4 piyadalarına görə də ağlar da 3 piyada üstün. Yəni 3 piyada vəzir 3 fiqura qarşıdır. Amma bu vəziyyət o qədər də rahat gəlmirdi mənə oyun vaxtı. Nəyə görə? Çünki qaraların fiqurları çox aktiv görsənirdi. Topları gördüyünüz kimi mərkəzdə, yəni növbəti gediş at C5 ola bilər. Mənim D4 filim bağlamadadır. Yəni at C5-dən sonra bağlamada olacaq. Şahımın vəziyyəti o qədər də yaxşı deyil. Bu şahıma görə, yəni toplar birləşmədiyinə görə D4 fili bağlamadadır və həmçinin H1 topum inkişaf etməyibdir, yəni aktiv deyil və vəzirim zərbə altındadır. Hər an fili çəkərək, məsəl üçün, harası çəkərək, fil C5-ə, fil B4-ə vəzirimə zərbələr ola bilər. Amma gediş ağlarındır və əsas məqam odur ki, ondan ibarətdir ki, ağların şah hücumu hələ də davam edir. Əgər şah hücumu olmasaydı, təbii ki, bu vəziyyət qarşılıqlı olaraq çətin bir vəziyyət idi. Amma mən hücumum davam etdiyinə görə, burada əslində ağlar üçün uduş vəziyyətidir. Hücumumu necə davam edirəm? Təbii ki, yenə də digər fiqurlarımı, vəzirim məsələn hücumda iştirak edir, film də demək olar ki, hücumda iştirak edir, amma digər fiqurlarımı da hücuma qoşmaq üçün H5 gedişini gəlirəm. Topumu
hücumda iştirak eləməsi üçün H6 gələcəm. Növbəti gediş H6 gedişini hazırlayıram. Rəqib at F8 gedişin gəlir və burada çox önəmli bir gediş var. Hansı ki, əslində yəni təbii ki, bir neçə uduş gedişi var, amma daha dəqiq gediş vəzir F7 gedişidir. Vəzir F7 gedişi ilə H6 gedişini hazırlayıram. Amma vəziri F7 yanasına qoymaq əslində heç də asan deyildi mənim üçün oyun zamanı. Nəyə görə? Çünki vəzirin getməyə yeri yoxdur. Əgər rəqib deyək ki, hardansa hücum eləsəm, deyək ki, bu piyada olmasa, fil D5 gedişi ilə, yəni fil D5 gedişi ilə vəzir tutula bilər. Və yaxud da bu fil olmazsa, fil B4 deyək ki, olsun, top Y7 gedişi ilə vəzir tutulur. Ona görə də çox diqqətli hesablamaq lazım idi burada və vəzir F7 gedişindən sonra rəqib necə mənim vəzirimi tuta bilər, onu düşünürdüm və burada maraqlı bir variant ağlıma gəldi qaralar tərəfdən. Mənim həm şahımın axırıncı xəttdə olan zəiflikdən istifadə eləməyi, həm də vəzirimin tutulmağından istifadə etmək üçün bir kombinasiya qura bilərdilər qaralar. Məsələn, top D4, fil B4 və məqsəd nədir? Filimi templə çəkirəm buradan. Yəni bayaq dedik ki, məsələn fil olmasaydı top Y7 olardı. Və fili buradan sadəcə elə belə çəksəydik, yəni rəqib yenə H6 gəlirdi və oyunu udurdu. Amma biz burada top D4, fil B4 mat təhlükəsi yaradırıq və həmçinin top Y7 təhlükəsi yaradırıq, vəziri tutmaq təhlükəsi. Burada mənim yeganə gedişim top D1 gedişidir və top Y7-dən sonra vəzirim getməyə yeri yoxdur. Yəni vəzir F8 vurmalıyam, rəqib top Y1 gəlir, top Y1 və fil F8-dən sonra belə bir sonluq alınırdı. Düşünürdüm ki, məncə qaralar üçün ən yaxşı müdafiə şansı budur. Amma yenə də bu tamamilə uduş vəziyyətidir. Baxmayaraq ki, 3 fiqur burada yenə də 2 top və 3 piyadaya qarşıdır. Bu tamamilə uduş vəziyyətidir. Əgər 3 piyada olmasaydı, deyək ki, 2 piyada olsaydı və ya 1 piyada olsaydı toplar tərəfində, o zaman artıq bu qarşılıqlı olaraq oyun ola bilən bir vəziyyətdir. Çünki 3 yüngül fiqur da 2 topa bərabərdir. Hətta bəzən yaxşı da ola bilər ondan. Amma burada piyadalarım olduğuna görə düşündüm ki, bu sonluq uduş sonluğudur. Amma rəqibim o gedişi gəlmədi, at Y6 gedişin gəldi və H6-dan sonra rəqib təslim oldu. Çünki artıq demək olar ki, müdafiəsi yoxdur. Növbəti gedişdə H vurub mat etmək istəyirəm. Və beləliklə şah hücum mövzusunda bir oyuna baxdıq sizinlə. Yadda qalmalı məqamlar o idi ki, birincisi şah hücum etdikdə mütləq mərkəzə güclü nəzarət olmalıdır. Fiqurlarımızın koordinasiyasına diqqət etməliyik. Sonra fil, yəni gördüyünüz kimi burada fillər, atlar, bütün fiqurlar şaha hücum üçün koordinasiya olmuşdu, yəni birlik olmuşdu. Və təbii ki, H4 gedişi də önəmli gediş idi. Toplarımızı da yaddan çıxarmamalıyıq və təbii ki, taktiki zərbələrə hər zaman diqqət yetirməliyik və axıra kimi dəqiq hesablamalıyıq. Diqqətiniz üçün təşəkkür edirəm.